günü belə eləməklə qovar. Ona görə alimlər yaxşı buyurublar ki, sən günahların kiçik olmasına baxma. Yaddan çıxartma ki, bu əzəmətli dağlar kiçik daşlardan, kiçik cıngıl daşlardan meydana gəlmişdir. Və Səhih Müslimdəki hədisi xatırladıram. Allah Nəbisi sallallahu aleyhi ve sellem küçük günahların toplandığı zaman insanı necə yaxdığını, həlak etdiyinin çox gözəl bir məsəlini çəkir. Deyir, insanlar da səhrada toplanıblar, yemək istəyirlər, acdılar, amma od yoxdur. Və dedilər ki, odun tapaq. Dedilər ki, səhrada necə odun tapa bilərik? Amma onların sayı çox idi. Onların qəbilə başçısı deyir ki, hərə gedib bir dənə saman çöpü də olsa, nəsə olsa tapsa gətirsin. Onlar səhraya dağılır və kimsə saman çöpü, kimsə qırıntı, kimsə balaca bir çöp tapır. Onlar gəlib toplanır, yığılır və sonra onu bir yerdə toplayanda əzəmətli bir tonqal qalamış olur. Kiçik günahlar da belədir qardaşlar. Kiçik günahlar, sən onlar kiçik görsən, amma onlar sürətlə gəlir. Onlar böyüklə də gəlir və gəldikcə insanı məhv edir. Heç bir zaman Allah Taala'nın rəhmətindən, əffindən ümidini kəsmə. Allah'a qayıtdınsa, tövbə etdinsə onun haqqında xoş səndə ol. Elə isə digər rivayətimizi dinlə. Qiyamət günü başqa bir bəndə gətirilir. Onun günahları çoxdur. Günahları onun cəhənnəmə sürüklənməsinə vadar edir. Mələklərə əmr verilir ki, qulumu cəhənnəmə götürün. Qul miskin bir baxışla arxaya baxır. Allah Azze ve Celle buyurur ki, durdurun qulumu. Qulum, niye o baxışla mənə baxdın? Geri. Cavabında deyir ki, ey Rabbim, mə kənə bikə zanni, həkədə. Mənim sənin haqqında zənnim belə deyildi axı. Deyəcək ki, bəs sənin mənim haqqımda zənnin nə idi ki, ey qulum? Ya Rab, mən sən haqqında o zəndə idim ki, nə qədər günah etsəm də, madem ki, səndən istiğfar edib, bağışlanma istəyərəmsə, sən bağışlamağa qadirsən. Sən haqqında zənnin budur. Afuvun, yuhibbul afva, vel kerimun, vedudun, gafurun, gafirü zəmb, qabilet tevb, rahimur rahman. Ve Allah Azze ve Celle həmin qulu sadəcə olaraq bir sınağa çəkmişdi. Onun mətanətini. Və deyəcək ki, necə hədis Səhih Müslimdə davamı gəlir, mən qulumun mənim haqqımda etdiyi zənnin yanındayım. Qoy qulum mənim haqqımda nə düşünürsə düşünsün. Qulum mənim haqqımda nə düşünərsə onu tapar. Xoş səndə olar, xoş görər. Pis səndə olar, sanki hədisin mənası cavabını görər. Allah Azze ve Celle deyir ki, qulum mənim haqqımda xoş səndəydi. Zəndəydi ki, mən bütün günahları bağışlamağa qadirəm. Elə isə qulumun zənnini haqq edin, gümanını. Onu cənnətə götürün. Qiyamət saati əzəmətli saatdır. Sura üfürüləcəkdir. Və birinci dəfə sura üfürüləndə ruhlar uçacaq. Və torpaqdan çıxmaqda olan həmin o kildən olan, sonra da üzr istəyirəm, torpaqdan çıxan bədənlərin içərisinə yerləşdiriləcəkdir. Və hər bir ruh dəqiq öz bədəninə daxil olacaq və onlar həyata qovuşacaqlar. Onlardan bəziləri başını itirəcəkdir o günün dəhşətindən. Çünki bu günə iman etməmişdilər, onların çoxsu. O günü danmış və təksib etmişdilər. Onları sən ətrafa səpələnmiş pərvanələr kimi, digər ayət-i kərimədə bir-birinin üzərinə dırmaşan, kütlənin sayılınan və başının itirməsinə heyran olmasından onları kərtkələrə bənzədərsən. Onlar vəhşət içində, dəhşət və həyəcan ilə bağıraraq deyər ki, mən bə'əthənə min mərqədinə, bizi bu rahat yataqlarımızdan kimin oyatdı? Çünki onlar qəbirdən çıxanda, qəbirdə yatdığı müddət və baş verənləri həmən unutarlar. Onlar unutulacaq. Ələlxüsus onlar qiyamət ilə dünya vaxtı arasında 40 müddətində sükunət içərisində olacaqlar. Həmin müddətdə ruhlar qəbirdə olan hər bir şeyi unutacaqlar. Halbuki gününə gün, gecəsinə gecə əzab çəkmişlər. Və qiyamət günü
Onlar gələndə sanki bir giley, bir şikayətlə mən bə'thənə min mərqədinə, bizi bu yerlərimizdən çıxardan, bizi narahat edən kimdir? Onlara deyəcəklər ki, Rahman, bu onun vədidir. Sizin dandığınız, təkzib etdiyiniz, məsxər etdiyiniz hesab, od budur. Elə isə daxil olun. O dəhşətli günü ikinci dəfə sura çağrılanda, birinci dəfə ruhlar bədənin daxil olar, ikinci dəfə insanlar hesab gününə gələr. Sonra Rahman İzzət və Cəlalı ilə məşər meydanına təcəlli edər, gələr. Kəmə yenbəği li cələli, İzzət və Cəlalına yaraşacaq bir keyfiyyətdə və hesab başlayar. Allah Azze və Cəllə o gün bizi qurtulan qullarından, əff olunan qullarından etsin. Allah eşidilənlər üçün faydalı etsin. Subhanəkələm bihəmdik, əşhədü ən la ilahə illə ənt, əstəğfirəkələm, tübülək.